Evlərinin önü yonca, yonca qalxmış dam boyunca. Boyu uzun, beli incə, ninnə yarım, ninnə. Əsmər yarım, ninnə. Bu Kərkük bayatısını nahaqdan xatırlatmadım. Siz uzun illər İraqda olanda türkmənlərin yaşadığı bölgələrdə çalışmısınız. İraq türkmənlərinin folkloru bizimkilərlə ortaq hansı cəhətləri var? Çox gözəl dediniz, Allah sizi var eləsin. Demək, 1959-cu ildə İraqlı, Kərküklü Sinan Səid Azərbaycana gəldi. Radyoda ərəbcə qisminin tərcümətçisi və diktoru kimi. Sinan Səid həm müğənni idi, həm şair idi, həm də ki tərcüməçi idi. Sinan Səid gözəl mahnılar oxuyurdu. Və bir gün Nahid Hacıyev var idi bizim, Allah rəhmət eləsin. Özü bizim Tovuzda Puşkin məktəbini qurtarmışdı. Nahid Hacıyev ona görə çox istəyirdi bizləri. Özü bizim Tovuzdan deyildi, Gədəbəydən idi. Nahid Hacıyev deyir ki, Sinan, sənin gözəl səsin var, sən bunu oxumalısan. Deyir, mən bir qadınla oxuyaram bunu, səsi mənə yolun olsun. Bir gün eşidir ki, bir qadın oxuyur, deyir, bu səsdir. Mənim səsimlə bu tutacaq. Bu Nərminə Məmmədovanın səsi. Onlar burada oxudur onu. Ancaq Sinan Səidə qədər o mahnıları onların Küzəçi oğlu ən böyük müğənnisi, bütün zamanların ən böyük müğənnisi Əbdülvahid Gözəçioğlu yazmışdı. Və 1965-ci ildə mən Kərkükə gedəndə onunla yaxın oldum, dost oldum. Və gördüm ki, Azərbaycan mahnılarının hamısını oxuyur. Və dedim, bunlar Azərbaycan mahnıları, dedi, bunlar bizim öz mahnılarımızdır. 378 atalar sözü hərf-hərfinə eynidir. Və onların bayatılarında atalar sözləri görün necə işlənib. Və onların bayatılarını deyirəm sizə. Və görün Azərbaycan dilindən fərqlənən bir söz varmı orada? Necə dağlar? Qarşıda necə dağlar? Yetim gənağı bilir, göz yaşı necə dağlar? Arzular gedər. Onların Qəmbər Arzu adlı bir dənə zadları var, dastanları var. Qadın məclislərində indi də o oxunur. 1258-ci ildən Bağdad və ətraf şəhərlər Azərbaycanın əyaləti olub. Azərbaycan deyəndə mən Güney Azərbaycanda deyirəm, Gücey Azərbaycanda deyirəm və İraq türkmenləri. 1747-ci ilə qədər bir bayraq altında birləşmişik.